Salam, dəyərli izləyicilər. Maraqlı bir sualın həllini sizinlə bölüşmək istədim. Sual ekranda görünür. 262 üstəgəl 1 ədədi 231 üstəgəl 216 üstəgəl 1 ədədinə bölünürmü? Müxtəsər vurma düsturundan istifadə edib bu suala cavab verək. Verilmiş ədədi vuruqlarına ayıraq. Yəni 262 üstəgəl 1 ədədini vuruqlarına ayıraq. 262 üstəgəl 1 bərabərdir 2 üstü 31-in kvadratı üstəgəl 1-in kvadratına. O da bərabərdir. Bu ifadəni sadə formada vuruqlarına ayırmaq üçün 2 üstü 31-i bir ailə işarə edək. Yəni dəyişən daxil edək. 2 üstü 31 bərabər A olsun. Bu zaman alarıq ki, ifadə bərabərdir A kvadrat üstəgəl 1-in kvadratına. O da bərabərdir. İfadəyə hədd əlavə edib çıxaraq, ifadədən 2 hədlinin tam kvadratını ayıraq. Biz bilirik ki, A kvadrat üstəgəl B kvadrat kimi ifadəyə hədd əlavə edib çıxdıqda, A və B-nin 2 misilini həm əlavə edib, həm də çıxmaq lazımdır. Onda biz A-nı 1-ə vururuq, onu da 2-yə vururuq. Yəni 2A-nı həm əlavə edib, həm də çıxırıq. Onu da alarıq ki, A kvadratı üstəgəl 1-in kvadratı üstəgəl 2A çıx 2A. O da bərabərdir mötərizədə A üstəgəl 1 mötərizə kvadratı çıx 2A. O da bərabərdir. A-nın qiymətini yerinə yazaq. Onu da alarıq ki, 2 üstü 31 üstəgəl 1 mötərizə kvadratı çıx 2 vur 2 üstü 31-ə. O da bərabərdir 2 üstü 31 üstəgəl 1 mötərizə kvadratı çıx 2 üstü 32. 2 üstü 32-yə. O da bərabərdir. İndi isə A kvadratı çıx B kvadratı. Yəni kvadratlar fərqi düsturundan istifadə edək. Alarıq ki, 2 üstü 31 üstəgəl 1 mötərizə kvadratı çıx 2 üstü 16-nın kvadratına. O da bərabərdir mötərizədə 2 üstü 31 üstəgəl 1 çıx 2 üstü 16 vur mötərizədə 2 üstü 31 üstəgəl 1 üstəgəl 2 üstü 16. O da bərabərdir. Toplananların yerini dəyişsək, alarıq 2 üstü 31 çıx 2 üstü 16 üstəgəl 1 vur. Yenə mötərizədə 2 üstü 31 üstəgəl 2 üstü 16 üstəgəl 1-ə. Göründüyü kimi verilmiş ifadəni vuruqlarına ayırdıq. İkinci vuruq, yəni bu vuruq bölənə bərabər oldu. Deməli, bir ədəd o zaman digər ədədə bölünür ki, bölünən ədədin vuruqlarından biri bölən ədədə bərabər olsun. Ona görə də verilmiş ədəd 231 üstəgəl 216 üstəgəl 1 ədədinə bölünür. Hətta bu bölməni yerinə yetirib alınan qismətlə tapmaq olar. Bunu da göstərək. 2 üstü 62 üstəgəl 1 böl 2 üstü 31 üstəgəl 2 üstü 16 üstəgəl 1-ə. O da bərabərdir. 262 üstəgəl 1 ifadəsinin bərabər olduğu hasili yazaq. Alarıq ki, 2 üstü 31 çıx 2 üstü 16 üstəgəl 1 vur 2 üstü 31 üstəgəl 2 üstü 16 üstəgəl 1-ə. O da böl 2 üstü 31 üstəgəl 2 üstü 16 üstəgəl 1-ə. O da bərabərdir. Surət və məxrəci 2 üstü 31 üstəgəl 2 üstü 16 üstəgəl 1-ə ixtisar etsək, alarıq ki, bərabərdir 2 üstü 31 çıx 2 üstü 16 üstəgəl 1-ə. Deməli, verilmiş 262 üstəgəl 1 ədədi 231 üstəgəl 216 üstəgəl 1 ədədinə bölünür və bölünmədən alınan ədəddə 231 çıx 216 üstəgəl 1 ədədinə bərabərdir. Düzdür, bizdən bölmədə hansı ədədin alındığı soruşulmurdu. Sadəcə soruşulurdu ki, bu ədəd bölünürmü? Bəli, bölünür. Cavab olaraq yazarıq ki, cavab bölünür.